Aa, gel. Ay yine geldi. Nasıl hoş geldin. Ne tersen, ne desen. Bir tane evimiz çıxır satışa. 119'un axırıncı astronomikasında 2 mərtəbəli 5 otaq. 5 otaqlı tam əşyalı. Təsəvvür edirsən. Elə bir qiymətədir ki, bazarda bu qiymətə həqiqətən əşyalı 2 mərtəbəli ev yoxdur. Deməli, monolit betonla mərtəbələrin arası, monolit betonla, bura onun maşın girən hissəsi, qaraj hissəsidir. Gəl qardaş, gəl. Mətbəx mebelinə qədər, əşyalarına qədər hamısı evdə nə olacaq, qalacaq. Yalnız elektronika çıxacaq. Bura sanitar qoşağıdır. Qoşa daşla inşa olunub. Həqiqətən şəxsi tikilidir bu. Özü üçün zakasa verib tikilidir. Bura onun mətbəx hissəsi. Əvvəl yuxarıda mətbəxi olur. Bura mətbəx hissəsidir. Gəl. Qardaş, gəl yuxarı. 2 mərtəbəli Xırdalan şəhərində əla bir yerdə yerləşir. Marşrut dayanacağının hardasa 50 metrliyində. Burada da 4 dənə otaqdır. Yenə deyirəm, bax bu stol çıxacaq. Bir də elektronika çıxacaq. Qalan əşyalar nə görürsə qalacaq. Əvvəl burada mətbəx olub, mətbəxi köçürüb, aşağı buranı edib otaq. Deməli 1, 2, 3, 4. 4 dənə otaq yuxarıda. Bir dənə də mətbəx kimi düzəldib aşağıda oturmaq üçün elə 5 otaqlı. Bir yataq otağıdır, bütün əşyaları, kravatları, zadı hamısı evdə, taxtına qədər evdə qalacaq. Kombi xətləri, kombi aparatı hamısı qoyulub. Ev yaşayışlı evdir. Arada mənə də çəkdi ana, qardaş. Deməli, qiymətə bax. Qiymət 64.500 manat. Bələdiyyənin qiymətləndirmə sənədidir. Gəlib inşallah kim bəyənirsə bunu gəlsin evdə oturaq. Qiymətdə də yəni biraz ev sahibindən güzəşt eləyərik. Yəni qiymətdə də biraz aşağı salar Allahın köməyi ilə. Kanalımıza abunə olun. Videonu bəyənin. Ev barədə kimin nə sualı varsa bizlə əlaqə saxlasın. Sağ ol. Öpürəm.